Gecə itin hürməsi iki qohum arasında bıçaqlanmaya səbəb olub. Belə ki, Ağcabədi rayonu Hindarq qəsəbə sakini Bəhruz Məmmədov əmisi oğlu Yasin Məmmədov tərəfindən bıçaqlanıb. Xəsarət alan Ağcabədi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin bildirdiyinə görə münaqişəyə səbəb Bəhruz Məmmədovun itinin hürməsi olub. İtin hürməsinə əsəbləşən Yasin Məmmədov təhqiramiz ifadələr işlədib. Əmisi oğlu Bəhruz ona irad bildirdikdə Yasin onu bıçaqla vurub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır. Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon Hindarq qəsəbə sakini 1987-ci il təvəllüdlü Məmmədov Yasin Firdovsi oğlu şübhəli şəxs qismində tutulmuşdur və ifadəsi alınarkən o, öz doğma əmisi oğlu və qonşusu Bəhruz Məmmədovu şəxsi münasibətlər zəminində qəsdən öldürdüyünü etiraf etmişdir. Hazırda istintaq davam etdirilir və cinayətin səbəbləri araşdırılır.